O qulaq asan cahil, cühala insanlar hansı ki baxıb o əl salırlar. İlləti yerinə otuzdurdun qardaş, maşallah. Haqq gəldi, batıl yox oldu. Ay axmaq adam. Nə qanırsan sən, illət nədir? Sən nə qanırsan, hökm nədir? Dünyavi işin nədirsə, ged ondan məşğul ol da. Vallahi çoxsuna baxsana ki, dünyavi məşğul olduğu şeydir, əməlini başını bilmir. Dünyanı heç sənə öyrənib qusarmamışsan, məşğul olduğun işi. Girib illət, nə bilim, hökm söhbət edirsən. Biri də orada sən danışır ki, Peyğəmbər Darul parlamentoya girdi, dedi ki, mən çağırsaydılar, bir də gedib ora girərdim. Qanmırsan, cahilsən. Pis bir xislət var bizim bu dindarlarda. Danışanda hamı deyir, biraz danışırsan elmin biraz çətin yerlərindən, deyir ki, cahiləm hə. Mən cahiləm. Ancaq dalınca yaşayışına baxırsan, cahil kimi yaşamır. Sadəcə söz kimi deyir. Dilində deyirsən, cahiləm, yaşayışında yoxdur. Bu tövbəni gərəkdirir, bunu silmək lazımdır, tövbə eləmək lazımdır. Danışan da, dinləyən də, ona dəstək verən də. Niyə? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləmin adından yalan danışmaq haramdır ən azından.